Salam əziz dostlar, həmkarlar, gənclər, xanımlar, cənablar. Hər birinizi xoş gördüm. Bugün sizə çox möhtəşəm bir iş haqqında məlumat verəcəyəm ki, bu iş vasitəsilə hər birimiz öz maddi durumumuzu 5-10 qat artıra biləcək, yaxşılaşdıra biləcək inşallah. Əvvəlcə özüm haqqında kiçik məlumat verim. Mən Əzimov Ağaysen, 59 yaşındayam. Həkim işləyirəm, 35 ildir həkim işləyirəm, terapevt işləyirəm. Həm bir çox uğurlarım olmuşdur. Ağır xəstələrin müalicəsindən müvəffəqiyyətlə gəlmişəm. İnşallah öz müalicəmə həm bioloji aktiv əlavələr, həm e, bioloji təbabət, yəni xel preparatı əlavə eləmişəm, daha da uğurlarım olmuşdur. Bioloji aktiv əlavələri e, şəbəkə marketinq yolu ilə satıldığına görə mən bunu daha dərindən öyrənməyə başladım. E, dünya dünya milyonçuları, dünya səviyyəli milyonçular Ata Mamedov, ondan sonra Randy Gage'in seminarlarında iştirak elədim. Bunların komandasına daxil oldum. Seminarda iştirak elədim və müəyyən uğurlar qazandım. Premier, menecer və prezident klublarının üzvü oldum. Dünya kruiz səyahətinə dəvət aldım. Bununla bağlı, yəni ki, həmin məlumat vermək istəyirəm ki, bunu ona görə dedim ki, yəni siz biləsiniz ki, sizə məlumatı kim verir? Biz hər birimiz öz maddi vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən yollar axtarır. Əlbəttə ki, müəyyən haram yollar da var, uğurlu yollar da var və düzgün yollar da var. Yəni biz əlbəttə ki, ən halal yolu seçirik ki, öz ailəmizin vəziyyətini daha da yaxşılaşdırmaq üçün əlavə pullar qazanaq, maddi yaxşılaşdıraq. Əlbəttə ki, həkimlik də edirik. Əlbəttə ki, bu hər kəsin maaşı, hər kəsin müəyyən durumu kifayət qədər bəs eləmir. Ona görə mən daima yolları axtarıram və inşallah ki, belə bir iş modeli tapmışam və dediyim kimi bunu da sizə təqdim edirəm ki, hər kəs də buradan ən sadə insan da, evdar xanım da, tələbə də buradan bu model vasitəsilə demək maddi qazanc əldə edə bilər. İndi görək bizim işimiz nədən ibarətdir. Bu işi başa düşmək üçün bir qədər demək biz demək ki, hər kəs pul qazanmaq istəyir əlbəttə ki, çalışır ki, minimum sərmayə olsun, maksimum qazanc olsun. İndi bizim işimizdə mahiyyəti bundan ibarətdir və istədiyimiz zamanda, istədiyimiz yerdən çalışma imkanı verir bu bizə və bu çox rahat kopyalana bilir və pulsuz dərslər keçilir. İndi biz görək ki, biz hardayıq, hansı nöqtə haraya gedirik və bizim e, işimiz necədir? Var məsələn, maaşlı işlər var ki, biz 8 saat işləyirik, həftədə 40 saat, ayda 160 saat. Və qazancımız da ki, 17 min TL-dən 30 min TL, yəni təxminən biz hesablayaq ki, məsələn, 400-500 manat belə dəyərində, yaxud 1000 manata yaxın qazancımız olur, aylıq belə deyək, maaş. Amma bu kampaniyada, bu şirkətin modeli belədir ki, burada 2 saat gündə işləyirsiniz. Çox işləmək deyən ki, siz müəyyən məlumatları əldə edirsiniz, müəyyən demək ki, saytlara baxsıq elə axır. İndi elələri var ki, bunu eləməyə də bilərlər. Və ayda 48 saat, demək, ayda qazanc da ki, təxminən bir 5000 TL-dən 10.000 TL-yə qədər, yəni bizim onların pulu ilə deyək ki, harasa bir 2000-3000 manat belə ola bilər. Və burada dediyimiz kimi bu məlumatı 2-3 nəfərə verməklə də böyük qazanc əldə etmək mümkündür. Demək, baxaq ki, həyatımızda ən vacib şeylər nədir? Sağlıqdır. Yəni ki, sağlamlıq, yəni insanın, eyni zamanda insanın maddi vəziyyəti və zaman özgürlüyü, yəni vaxt məsələsi. Bütün bunlar hamısı bir yerdə olanda, həm zaman, həm demək vaxt olanda, həm də ki, demək, həm zaman, həm pul, həm də sağlıq olanda insan xoşbəxt olur. Demək, mən bir balaca burada qrafikə fikir verək. Demək, maaşlı işlər burada qara xətlərlə göstərilmişdir. Qara xətlərlə göstərilmişdir bu maaşlı işlər və bu maaşlı işlər gördüyünüz kimi qalxma enmə var, inflyasiya var demə və maaşlı işlər bilirsiniz ki, gündəlik maaş insanın bir ay güclə bəs edir və heç bir pul əlavə qoya bilmir. İnsan xəstələnə bilir, işə gedə bilməyə bilər və digər. Klassik ticarətdə isə dükan açırsınız, özünüz şəxsi işiniz olur və bu işdə də özünüz işləməlisiniz ki, daima məşğul olsun və pul qazanmaq olsa da əlavə bir istirahət, əlavə bir vaxt imkan olmur və dükanın bir yanma məsələsi var, bankrot məsələsi var və belə. Amma digər işlər isə burada
digital girişimcilik, yani bu demek sermaye koymak ve online ticaret yaydı. Bu e-platform bu yüksek seviyede inkişaf etmeye başlayır. Yani inkişaf edir. Her günden güne inkişaf edir. Ve biz burada Amazon.com'un ilkin etapta olan versiyasını görürük. Bu təzə başlayanda bu Jeff Bezos başka bir şirketin direktörüydü. Orada büyük pullar kazanırdı. Ama o biləndə ki internetle əslin tendensiyası internet ve əslin tendensiyası şəbəkə marketingi olduğunu biləndən sonra ve bunu belə bir demək ki o işi attı ve geldi garajda demek özü için bu formada İlkin garajda başladı ve demek köhne kompüter, köhne model kompüter görürsünüz ve onunla başladı kitablar satmağa. İnternet vasitəsilə kitabları satmağa başladı. Mesela herkes kitabını satmaq istəyir, gəlib ona verirdi. O kitabı internet vasitəsilə demək alıcı ilə satıcını birləşdirdi və buradan müəyyən pullar əldə edirdi. Və müəyyən müddət sonra elə oldu ki, kitab oxuyan olmadı daha. Kitab oxuyan azaldı və kitab oxuyanlar azalandan sonra Jeff Bezos başqa bir demək işə keçdi və götürdü həmin bu e-platformada, e-ticaret mağazasında hər şey satmağa başladı. Saatdan tutmuş, maytabından tutmuş, televiziyadan tutmuş, paltar, geyim, hər şey burada satılmağa başladı. Və belə bu formada bunu eyni zamanda işini artırmaq üçün Jeff Bezos demək abonelik sistemini qoşdu. Yəni abonelik sistemi ondan ibarətdir ki, hər kəs şirkətə abunə olursa, 15 dollar abunə olursa aylıq abonelik və bunun bütün məhsul aldığı bütün məhsullar ona pulsuz çatdırılır onun evinə. Və hesab edin ki, indiki hal-hazırki vəziyyətdə demək ondan sonraki etapta bu mağazadan belə deyək ki, hal-ki vəziyyətdə demək şirkətin 230 milyon abunəçisi var və bu abunəni də yerlə yetirmək üçün bu işini inkişaf edə böyütdü və data center belə bir şey yaratdı və hal-hazırki vəziyyətdə Amazon şirkətinin demək durumu bu vəziyyətdədir. Bu vəziyyətdə inkişaf eləmişdir. Bütün dünyaya da yayılmışdır. Hal-hazırda Jeff Bezos'un 230 milyon bu şirkət Amazon'un abunəçisi var. Yəni hər ay 15 dollarını ödəyirlər və bunun da aylıq hesabatı eləyəndə 35 milyard dollardan belə çox eləyir qazancı. Və hal-hazırda bütün dünyada 10 varlı insandan biri də odur, onluğa düşübdür. 200 milyar dollar sərmayəsi pulu var, aktivi vardır. Və abunəçilərdən əlavə istifadəçilər də var da. Yəni ki 330 milyonsa bu şirkətin istifadəçisi var. İndi bunun nə ilə bizim şirkətin əlaqəsi var, onu da mən izah edəcəm sizə. Yani bu gördüğünüz gibi 98. ildə Jeff Bezos'un durumu bu cür idi. 2017'de artık görürsünüz ki bu duruşun da değişip onun duruşu bir milyoner duruşuna, milyoner duruşu kimi dayanmıştır. 2 ildə Amazon 1 milyon abunə sayına ulaştı, geldi. Biz ise bizim Livegood kampaniyası ise demek bir ildə 13 ayda 1 milyon demek abunəçi yığa bildi. Siz bu hamıya tanışdır əlbəttə ki, köhnə maqnitofonlar, demək balaca bu maqnitofonlar və qulaq asırdılar və Sony aparatları və digərləri. İndi sonradan bundan sonra Spotify çıxdı. Spotify elə bir sistemdir ki, onu hamı tanıyır onu. Demək orada bu şirkətdə demək abunə olur insan və orada abunə olmaqla hər kəs hansı mahnı istəyir qulaq asa bilir. Ve bu da böyük, bu abonelik sisteminde büyük pullar kazandı. Sonra bu diskler vardı. Hamımız tanıyoruz bu diskleri. Buna yumru kaset deyirlər o vaxtda belə deyə. Və bunlar da ləğv oldu. Netflix çıxdı. Yəni abunə sistemi ilə indi ona 2-3 dollar abunə olsa aylıq nə qədərsə və istədiyiniz filmlərə baxa bilirsiniz, filmləri izləyə bilirsiniz. Yəni bu şirkət də abunə sistemindən istifadə edərək bu modeldən böyük pullar kazandılar. Eyni zamanda bu telefon size tanıştı, jetonlar tanıştı. Bunlarla demək danışmaq olurdu 2002-2005-ci illərdə. Sonra bu mesela Türkiye'de Turkcell çıxdı. Bizdə mesela Azercell, Baxsel və digərləri var. Hamısında abunə sistemi var. Bilirsiniz ki, aylıq abunə məsəl üçün müxtəlif qiymətlər var. Bu hər kəsə məlumdur. O vaxtı Turkcellin demək ki, böyüyü Təbrin Muraddır. Demək o gəldi Sabancıya, Koça müraciət elədi və onlarla dedi ki, bəs belə bir ideyam var, siz mənə sponsorluq edin və burada böyük pullar var. Onlar onu başa düşmədilər və o gedib ikiz qardaşlar var, o kimlərsə adı yadına çıxıb, onlar da onlar sponsor və onlar indi hər ikisi böyük milyarderlərə dönüblər, böyük pullar qazanırlar. Bu dəqiqə Türkiyədə ən böyük demək telefon sistemi bu Turkcell danışıq şəbəkəsidir.
Sonra indi biz öz şirkətimizdən danışırkən Livgood haqqında danışanda böyük fərəhlə, böyük məhəbbətlə bu məlumatı sizə verirəm ki, bu çox qiymətli məlumatdır və bu qiymətli məlumatın da dəyərini bilmək üçün sadəcə olaraq bu məlumatı axıracan izləmək lazımdır. Bunun mahiyyətini dərk etmək, başa düşmək lazımdır. Əmin edirəm ki, siz bunu başa düşəndən sonra siz yuxunuz həmin gecə qaçacaq və siz dərhal da bu şirkətə abunə olacaqsınız. Şirkət 2022-ci ildə Amerika Birləşmiş Ştatları Florida ştatında yaranmışdır. Demək, əsasla bu abunəlik sistemi ilə çalışır. Böyük bir elektron ticarət mağazasıdır, platformasıdır, çox nəhəngdir. Və burada demək, sağlamlıq məhsulları, bioloji aktiv əlavələr istifadə olunur, satılır. Eyni zamanda burada paltarlar da var, futbolkalar var, kepkalar və digər şeylər də var. Eyni zamanda burada hər şey olacaq. 200-ə yaxın demək məhsulun olması planlaşdırılır ki, yəni burada xidmətlər olacaq, səyahətlər olacaq, biletlər olacaq və hər şey olacaq burada. Demək bir dənə sağlamlıq məhsullarında hər şey olacaq. Yəni ki, böyük bir ticarət mağazası belə planlaşdırılıb. Qısa müddətdə şirkət böyük uğur qazanmışdır. Yəni ki, burada əsas bunun üstünlüyü nədən ibarətdir? Üstünlüyü ondan ibarətdir. Burada şirkət bizə məcbur eləmir ki, başqa şirkətlər kimi hökmən məhsul almalısınız, satmalısınız. Ondan sonra sağ qol, sol qol, ballar yığılmalıdır və digər bir şey olmalıdır. Bu belə bir şey yoxdur, şərt yoxdur. Amma istəsəniz də hər kəs özü üçün məhsul alıb istifadə edə bilər və tada da bilər. 200 ölkədə bunun yayılır. Deyək ki, 200 ölkədə yayılma üzrədir və bunun qazancı dollar üzərindən verilir. Qazanc demək bu bala görə, satılan mala görə, alınan mala görə deyil. Orada sizin şəbəkəyə düşən insanların sayına görə verilir. Eyni zamanda şirkətin belə bir xüsusiyyəti də var ki, əgər deyil, mənim məhsulumdan narazısınızsa, aldığınız məhsulu aldınız, yediniz, istifadə ediniz, xoşunuza gəlmədi, xeyr eləmədisə, onda həmin qutusunu göndərin mənə, avratını geriyə. Onda mən sizə 90 gün ərzində onun pulunu ta axıracan sizin demək kartınıza köçürüləcəyəm, qaytarır. Və bunun qurucusu Ben Glinski'dir. Ben Glinski demək 20 il network təcrübəsi var, şəbəkə marketində çalışmışdır, müxtəlif kampaniyaların direktoru olubdur, qurucusu olubdur və onun öz dediyinə görə ki, bütün bu kampaniyada, bütün bu şəbəkə marketinqlərdə demək, böyük liderlər yaxşı pullar qazanırlar. Amma ki, aşağıda olan insanlar, yəni ki, sonra gələn distributorlər yaxşı qazanc əldə edə bilmir və məyus olurlar və kampaniyada tərkib çıxıb gedirlər. Çünki elə məsələsi var ki, orada sağ qol uzun olur, orada yığılır və solda heç nə olmayanda qazanc əldə edə bilmir. Ona görə indi Ben Glinski çox bu bütün kampaniya öyrənəndən sonra belə bir iş modeli yaratmışdır ki, yəni ki, e-ticarət platformasına, e-ticarət mağazasına demək, abunəlik sistemi də qatmışdır. Abunəlik sistemi qatmaqla bağlı şəbəkə bir elementi qatıb ki, oradan da hər bir distributor oradan bir qazanc əldə edə biləcəkdir. Demək, qısa müddət ərzində demək, şirkətin demək, fəaliyyət göstərdiyi bir il ərzində artıq demək, Business for Home rating demək, saytında 500-700 dənə kampaniyadan birinci yerdə çıxdı. Yəni səs verməklə ən yaxşı kampaniya həm satışına görə, həm demək modelinə görə, bu novatorluq, yəni ki, yeni ideyalı olduğuna görə demək birinci yerə çıxdı və hal-hazırda demək reytingi saxlamaq üzrədir. Və Nokia bilirsiniz ki, Nokia o vaxtda belə bir yenilik qəbul eləmədi. Və ona dedilər, bəs smart keçmək lazımdır, ağıllı telefonlar keçmək lazımdır. Onlar bunu bəyənmədilər və düşündülər və artıq demək Nokia bazardan tamamilə sıxışdırıb çıxarıldı və bankrot oldu, sıradan çıxdı. Artıq Nokia adlı bir şirkət də yoxdur. Bizim Livgood kampaniyasının demək məhsulları demək dediyimiz kimi məhsullar da burada muhtəhəm demək sağlamlıq məhsulları vardır. Burada ürək damar sisteminə xidmət edən məhsullar, ondan sonra demək çəki artırma, çəki azaltma demək məhsulları, tam təbiz, ondan sonra digər məhsullar da var. Balıq yağı var burada, ondan sonra maqnezi var və digər məhsullar burada vardı. İndi bu sayta daxil olun, hər kəs ondan tanış ola bilər. Bu da vaxt çox sayılır. Məhsulu alanda da, yenə deyirəm, məhsulu alma məcburiyyəti yoxdur. Biz şirkətə abunə olandan sonra biz məhsullara baxırıq, özümüz üçün istifadə edirik. Öz sağlamlığımız üçün, öz ailəmizin sağlamlığımız istəsə alar, istəməz almarıq. Yəni bizə məcburiyyət yoxdur. Məhsul alanda da belə bir izləmə demək saytı var ki, ondan izləyib məhsul haradan gəlib çıxır və belə. Məhsulun Amerika Birləşmiş Ştatlarında Florida bunu demək tam
bütün bir demek 20'ye yakın sertifikatı var her mahsulun ayrıca. Demek mahsulun sertifikatları demek burada organik, ondan sonra vegan, GMP ve diğer sertifikatları burada görürsünüz. Özü de sonra tanış olabilirsiniz. Tam demek ki kanuni, tam demek halal. Ve burada dediğimiz gibi abonelik ödeyen demek bizden sonra olan insanlardan demek bizim özümüze demek kazanç əmələ gəlir və bunu bir anla fikirləşəndə demək pasiv gəlir əldə olunur. Və burada demək abonelik sistemini bir daha demək nəzərə alaq ki, demək burada hər hansı bir məhsul satmaq istəyirsə, siz internetdə sayt açırsınız. Həmin saytı demək açmaq üçün onun qiyməti indi bu TL ilə burada yazılıb. Mən də o cür deyirəm. Hər halda hər kəs çevirə bilər özü üçün. Aylıq 2800 TL deyək ki, illik 32 min, 33 min TL belə başa gəlir. Bir dənə məsələ. Amma burada isə bizə verilən e-ticaret platforması çox ucuz qiymətə, indi mən sizə göstərəcəm onu. Bunu müqayisə ediyor hamısı. Bunu özünüz də baxa bilərsiniz. Ideasoft demək bu da bir demək ki sayt hazırlayan bir şirkətdir. 20 il onun artıq demək fəaliyyət göstərir belə deyək. Bu da müxtəlif qiymətlər burada var. Aylığı görsə 2400, 2500, illik məsəl 30 min və digər burada qiymətlər var da sadalamaq istəmirəm. Özünüz də baxa bilərsiniz, müqayisə edə bilərsiniz əlbəttə ki. İndi mən bunu izah edirəm ki, siz bizim kampaniyanla demək müqayisə edib onu tam başa düşmək üçün, izah etmək üçün, qiymətləndirmək üçün bunu müqayisəyə qoyuruq. Və bu Digimax'da da eyni zamanda bu da qiymətlər burada çox böyük qiymətlərdir. Yəni bunlar malın satması üçün saytdır, hazırlayır və e-ticaret platforması məsələn Umiko kimi, Trendyol kimi belə bir şeydə hazırlayır ki, siz orada mağaza rahat sata bilərsiniz. Qiyməti də aylıq, illik burada qeyd olunubdur. Və bizim şirkətdə isə demək 40 dollara həmin bu dediyimiz demək ki e-ticaret platforması bize 40 dolara verir. Ömrümüzdə bircə dəfə 40 dolar ödeyirik və biz bu e-platformanı e-ticaret mağazasını əldə edirik və bunun içində məhsullar, şirkətin məhsulları, endirimli qiymətə, baha qiymətə, hamısı burada parakende qiymətə var və bundan da özümüz istifadə edirik və digər. Bu ömür boyu bizim özümüzündür. Və şirkətin də qaydası bundan var. Və 10 dolar abunə sistemi var. Demək ki, bu 10 dolar abunə olmaqla biz demək şirkətin endirimli məhsuldan istifadə edə bilirik. Demək, bir də var demək ki, bir paket var. Demək ki, bu 140 dolar ödəyirik illik və bizə 2 aya abunə sistemini güzəştə edir. Yəni ki, hesablayanda 40 dollar demək bizə e-ticaret mağazasını verirsə və 120 dollar da aylıq 10 dollar hesablayanda 1 ilə 120 dollar, 160 dollar edirsə bizə 20 dolları güzəştə gedir şirkət. 140 dollar bir dəfəlik illik paket götürürük və bu da bizə demək, yəni bu miras da mümkündür. Növbəti demək 50 dollarlı paket var. Yəni bayaq dediyimiz ki 40 dollar ise 10 dollar, 50 dollar. Yəni bununla başlamaq olar şirkətə, biznesə və 140 ilə də başlamaq. 100 ilə başlamaq odur ki, rahat olursunuz ki, yaddan çıxartma, abunə sistemi, abunəlik ödəmək yaddan çıxartmırsınız və digər demək üstünlükləri var ki, siz rahat olsun. Demək ki, məhsullar eyni zamanda sizin back-office öz öhdənizdədir. Heç kimsə burada müdaxilə eləmir. Siz sistemə girib orada bilgilərim, yəni mənim məlumatlarım bölməsində girib bütün dəyişə bilərsiniz. Elektron poçtunu, ondan sonra sizin kart hesabınızı və istədiyiniz orada demək öz övladınızın, oğlunuzun, qızın adına keçirdə biləcəksiniz bu demək ki, biznesin saytı. Və əlinizdə 6 cür demək web sayt var ki, bu web saytlardan istifadə edib demək öz biznesi inkişaf etdirmə imkanınız olacaq. Qazanc planına gələndə demək şirkətin demək 5 cür qazanc planı var. Biz onun haqqında 2-3 günü burada nəzərdə keçirdəcəyik. Demək bu referans komissionlardır. İstərsəməz biz deyirik ki, məsələn heç kəsi dəvət eləməsək də, məhsul almasaq da biz ayda yalnız 10 dollar ödəməklə demək 1 ilə yaxud ki 3 il müddətinə demək təqaüdə çıxa biləcəyik. Bizim təqaüdümüz də 2000 dollar olacaq. İndi bunu burada izah edəcəm sizə əlbəttə ki, istər-istəməz biz bu şirkətimiz haqqında, işimiz haqqında dostlar, tanışlar necə olmasa məlumat sızır, məlumat verə bilir. Soruşanda deyir, bu işləmə. O da mən də istəyirəmsə, onda o da qəbul olanda, şirkətə yazılanda onda şirkət demək onların demək 50 dollardan demək 50% demək onların referans bonus kimi 50% sizə ödəyir həmin adamın demək qoyduğu puldan.
Yəni siz əgər 2 nəfər dəvət eləsəniz, 2 dənə adama məlumat versəniz bu haqda, onda hər kəs 50 dollar qoysa, 25 dollar sizə hərəsinə gəlsə, qayıtsa demək siz öz pulunuzu çıxartmış olursunuz. Yəni burada yenə də bu çıxartmadan söhbət gelmir. Söhbət bir gələcəyi düşünürük. Biz gələcəyi firavan bir demək ki, qazanc əldə etmək üçün, firavan yaşamaq üçün, yaxşı qazanc əldə etmək üçün çalışırıq ki, biz bu şəbəkəni demək quraq. Dediyimiz kimi növbəti bronza, bürünc yaxud gümüş olanda, digər və səviyyələrdə olanda qazancı da burada görürsünüz ki, müəyyən faizlər burada var və ona da çox üstünə dayanmayaq. Burada da müəyyən misal göstərilir ki, məsəl üçün siz 5 nəfər dəvət eləsəniz, həmin 5 nəfərdən demək, hərəsindən deyək ki, məsəl üçün, deyək ki, 25 dosya qalsa, məsəl üçün burada aydındır ki, bax, nə qədər isə burada göstərilir və üstünə dayanmayaq. Demək ki, sadəcə 3 nəfər dəvət eləməklə 3 dəfə açılan 10 dəlikdən siz demək qazandığınız referans bonus 46 min dollar olacaqdır. Üçlü kopyalamada isə bu formada göstərir ki, adamların sayı 3 nəfər dəvət eləsə, dəvət eləməkdən söhbət gedir ki, dəvət eləsəz, məcburiyyət deyil. Siz istəsəniz ki, işiniz daha çox olsun, daha çox pul qazansın, əlbəttə ki, bunu məlumat da verməyir. Çünki tövsiyə edirsə, şirkətin məlumatını dostunuza, tanışınıza məlumat verirsə, şirkət sizi demək dəyərləndirir, sizə mükafatlandırır və bu mükafatı sizə verir və buradakı qazancı da görürsünüz ki, demək nə qədər qazanc burada var. Demək, buradan demək yenidən biz keçirik demək bu göstərilən burada cədvəl göstərir və bu cədvəldə 46 min dollar qazancı necə əmələ gəldiyini izah edir. Demək çox maraqlı bir bonus demək abunəlik bonusudur. Bu abunəlik komisyonları belə adlan gedir. Burada hər kəs demək aylıq pasiv qazanc demək əmələ gəlir burada. Demək hər kəs demək özünün 10 dollar abunəliyi ödəyir və heç kəsi dəvət eləməsə belə, yəni ki, bax, bu birinci xətt, buradakı heç kəs dəvət eləməsə, sizdən sonra şəbəkəyə düşən hər kəsdən sonra 2 dənə boş xana əmələ gəlir. 2 nəfərin yeri olur, təbii ki, boş kvadrat olur və onlar gec-tez dolmalıdır. Yəni siz doldura bilərsiniz, yaxud ki, mən doldura bilərəm, sizdən yuxarıda olan liderlər də olur. Çünki bu həmin kvadrat, həmin boş xanalar sizlə mənim ortaq elə bir ki, boş xanalardır ki, orada dolmalıdır. O hökmən dolmalıdır, orada adam yazılmalıdır ora. Ona görə o sizdən sonra gələn adamlardan da hərəsinin demək ki, abunəliyindən 2,5% kampaniya sizə bonus verir. Bunun da hesabatla gedəndə, yəni ki, birinci deyək ki, demək ayda 2 nəfər olursa, məsəl üçün, ikinci ayda, bu 12 xətt verir sizə. 12 xətt. Tamam ki, hər xətt bir ayda dolursa. Birinci ayda 2 nəfər, ikinci ayda 4 nəfər, üçüncü ayda 8 nəfər və bu minvalla deyək ki, 12-ci aya 1 ilə müddətində sizin bu şəbəkə tamam doldu. 4096 nəfər oldu. Və 4096 nəfər oldusa və cəm eləyəndə bunlar hamısı bir yerdə 8192 nəfər adam olur və bunları da hərəsindən 25 sent 890 nəfər adam olan hərəsində 25 sent sizə veriləndə və 2047 dollar demək qazanc edir. Bunu hər ay siz mütəmadi alırsınız demək öz bonusu. Əgər siz 2 nəfər dəvət eləsəniz şirkətə, onda sizin vəzifəniz karyer bronza olur, yəni bürünc olur. Onda sizin qazancınız burada 13-cü xəttə açılır. 13-cü xətt açılanda demək adamların sayı olur 16 min nəfər. 16 min nəfərdə 25 sentə vuranda 4095 dollar. Bu sizin aylıq qazancınız. Və növbəti demək gümüş səviyyəsində də yenə həmin formadadır. Yəni 4095-dir. 2 nəfər siz dəvət edir. Burada üçüncüdə isə qızılda olanda daha çoxdur. 8091 dollar əmələ gəlir. Platində də o cür və diamond 16 min dollar qazanc əldə olunur. Yəni ki, bu çox gözəl bir iş modelidir. Burada yenə deyim, birinci məsəl üçün, heç kəs dəvət eləməmək istəyən adamlar üçün bax, bu qədər pul qazanırlar rahat-rahatlıqla. Çünki bu şəbəkə gec-tez dolur. Ondan sonra buradakı demək, dediyimiz bu misal bu bizim liderin demək bizim liderin saytından götürülmüşdür. Göstərir burada. Demək tam 2 nəfər dəvət eləsəniz, 2 nəfər dəvət eləməsəniz, yəni sizə düşdü 2 nəfər düşdü sizə burada. Hərəsindən 25 sent gəlirsə, məsələn biri bu 50 sent olur. Burada məsələn 4 nəfər burada varsa, 2 nəfər də burada 6 nəfər. 6 nəfər olanda 1,5 dollar sizə
1 dolar buradan, yarım dolar da buradan. 1,3 dolar sizə demək qazancı olur. Bu aylık qazancdır. Yəni bu balaca göstərə bilərsə əlbəttə ki, çox kiçik görsə, amma bu yığılanda demək 8.000 190 nəfər adam olanda bunu 25 sentə vuranda 2047 dollar demək pul edir. Buradaki misal bir daha görürsünüz. Burada yani çok rahat bir sistemdir. Ve burada maraqlı bir mesele var ki qazancdan qazanc var. Qazancdan qazanc nədən ibarətdir? Ondan ibarətdir ki, demək, sizin dəvət etdiyiniz adamlardan sizə şirkət demək, onun qazancına 50% verir. Yəni siz 2 nəfər dəvət eləmisinizsə, həmin 2 nəfərin, onlar da 2.000 qazanıblar hərəsi. Siz onda 4.000 qazanırsınız. O 2.000-dən də hərəsindən 1.000 edib onların ölçü miqdarında sizə verir, sizin qazancınız 6.000 olur. Yəni buna qazancdan qazanc. Heç bir kompaniyada belə 50% qazanc yoxdur. Və ikinci xəttdən deyək ki, deyək gümüş olanda, siz şey olanda 10% də verir, altın olanda demək 3 dənə 5% və bu formada gedir. Və misallar burada gətirir ki, Maçin Bonsa, məsələn, sizin əgər dəvət etdiyiniz adamlar, məsələn, Əli deyək ki, Ayşə, ya Əhməd, bunlar hərəsi 2.000 qazanırsa 1.000 sizindir, 1.000 qazanırsa 500, 500 qazanırsa məsələn 250 sizindir. Burada məsələn 125 sizindir, burada məsələn 125, belə-belə cəm 2.000 də əlavə siz pul qazana bilirsiniz bu Maçin bonusuna. Bu aylıqdır, hər ayda bunlar verilir. Ayda nə qazansa o da sizə onu verir. Burada yenə də beşlik kopyalamadır. Bu miqdarla demək gedəndə də qazanclarını sayır. Burada demək 80.000 dollar bizim liderin qazancıdır. Demək Diamond lider, bu brilliant liderin qazancıdır. Və bu gördüyünüz kimi bu onun saytından götürüldü və bütün pullar da çox rahat sistemlə demək verilir. Bu da pərakəndə satış, əgər sizin saytınızdan kimsə mal alsa, onda o malın demək üzv qiyməti ilə pərakəndə qiymət arasında olan fərqin yarısını şirkət sizə verir. Məsələn 10 dolara malın üzvlük qiyməti 20 dolar satış qiymətisə demək onun 10 dolarının yarısı 55 dolar sizə şirkət verir. 5 dolar isə şirkət şəbəkəyə paylayır. Və burada vəzifələr də əlbəttə ki, qızıl vəzifədə olan gümüşə kömək edir ki, yuxarı qaldırsın, özü də yuxarı çıxır. Bu cürdən bir-birinə kömək eləyə-eləyə biz demək vəzifəyə qalxır. Komanda forması işləyəndə əlbəttə hər kəs qazana bilir. Pullar necə verilir? Əlbəttə çox yoldaşlar soruşurlar ki, pulu çıxartmaq mümkündürmü? Əlbəttə mümkündür. Demək, şirkət soruşur ki, sizə kartınıza göndərsin pulu, yaxud bank hesabınıza göndərsin, yaxud kriptovalyuta nəsə versin, yaxud necə istə o cür versin və eyni zamanda şirkətin özündə bir variantı var ki, sizə demək kart göndərir, qeydiyyat keçirsiz, yenidən kart verir, həmin kart sizin adınıza bağlıdır və şirkət bütün bonusları karta yerləşdirir və kartı sizə göndərəndə bir aydan sonra gəlib çatır. Mən özüm sifariş vermişəm. Demək ki, kart çatandan sonra demək siz o kartla bonusları bankomatdan rahat çıxarda bilirsiniz dollar şəklində. Bu qədər əziz dostlar. Yəni ki, demək istəyirəm ki, indi mən istəyirəm ki, bir balaca öz saytıma da gedim, öz səhifəmi göstərim. Bax, görürsünüz, burada mənim Ağaşən Əzimov, mən demək, üzvlük haqqını ödəmişəm 1 illik, 24 fevral 2026-cı ilə ki, mənim demək, üzvlük haqqım var və burada da biz sifariş tarixinə baxa bilərik. İlkin mən bunu biləndə demək 50 dolara yazıldım. Sonradan da demək həm demək 27-sində isə bütün ailə üzvlərimi yazdım və özüm də bir illiyə keçdim. Yəni ki, burada da 27-ci yanvar, burada 24 yanvar. Burada 50 dolar ödəmişəm, burada isə 99-95 dolar, 100 dolar belə deyək də 150 dolar ödəmişəm. Məndə də ki, bir ay artıq gedirdi orada. Bir ayda əlavə mənə verib fevralın demək, fevralın 24-də mənim vaxtım var. İndi mən qısaca olaraq qazanclarımı göstərəm. Komandanı göstərə bilərəm sizə. Mənim komandam. Yəni komandada mən dedim ən yaxın adam, şirkətdə də məlumat verir, ən yaxın adamları birinci yazmaq lazım, özü yaxın. Oğlumdur, bu həyat yoldaşımdır. Bax belə, yəni deməksən burada var ailə üzvlərim də hamısı yazmışam burada və bunlara da kömək eləmişik ki, bunlar da artıq bronz olublar. Yəni bunlar da hərəsi 2 nəfəri var. Bunlar da aylıq qazancı inşallah ki il tamam olandan sonra bu bütöv market olandan sonra bunların qazancı da olur. Burada deməksən bax burada belə də şəbəkəni aça bilərik. Adamlar yazılmazca davam edirlər. Görürsünüz, elə dolada gedir. Görürsünüz. Bax, burada məsəl üçün təzədən belə bir şey eləyək. Burada yavaş-yavaş dolmazca bu gedir. Çünki hər kəs məlumat verir, deyir. Heç kimi dəvətləmirəm. Ancaq məlumat verəndə, demək o adamlar hamısı gəlib bura qoşulmaq istəyirlər. Mən qazancların bölməsinə keçmək istəyirəm. Özü dostlar, baxın. Mən nə vaxt qoşulmuşam kompaniyaya. Qısaca sizə məlumat verirəm burada. Baxın.
Demək 18 yan 24 yanvara bu həftəlik hesablayırdı. Həftəlik, aylıq və həftəlik. Baxın, demək ki, mənim 24 yanvarda əli qoşulmuşam, qazanc yoxdur, əlbəttə olmaz. Yanvar ayı yoxdur və mənim 20 25 yanvar 31 aylı həftəlik qazancı verirlər mənə. 6 fevral demək mənə qazanc verilibdi. Demək $185. Həftəlik yenə 13 fevralda $15, 20 fevralda $30, ondan 27 10'da. Bu belə-belə demək, hələ ki dediyimiz kimi təzə başlamışıq. İnşallah iş belə gedir. Yəni təbiidir, doğru düzgündür, hüquqidir, yəni belə. İnşallah ki biz demək bu oyunumuzda var. Məsəl üçün bu oyunda açıb indi biraz pullar artandan sonra bu oyunda vergi də verəcəyik. Hər şey qaydasında olacaq inşallah. Yəni burada hələ ki xırda pullardır. Belə gör. Yəni qayda belə gedir, belə deyir. Reytingdəki məndə demək bu da reytinqə baxırıq. Mən hazırda mənim vəzifəm demək mənim şəbəkəmdə 35 nəfər var hal-hazırda. Demək ki, mən 100 nəfər olanda demək mən artıq qızıl demək dərəcəsinə çataram. Azərbaycanda cavan xanımlar demək var, çox yaxşı işləyirlər, qızıl dərəcəsinə çatıblar, birincə çatıblar, bax belə bir şeylər burada var. Demək əziz dost, bu qədər çox sizi yormaq istəmirəm. Yəni ki, tam demək ki, tam hukuki, tam kanuni bir sistemdir, tam kanuni bir sistemdir. Burada bunu göstermiştim size ben. Oldu aziz dostlar, təşəkkür edirəm bir daha diqqətinizə görə. Yəni ki, hər addımda kömək olacaq. Yəni ki, nə bilməsəniz sual verə biləcəksiniz. Hər halda telefon orada qoyulacaq. Mənimlə əlaqə saxlaya bilərsiniz. Hər kəsin sualına cavab verməyə hazıram. Hər kəsə kömək etməyə hazıram. Bu sistemdə belədir ki, hər kəsə bir qazanc verməklə özümüz də qazanc əldə edirik. Ona görə bizim işimiz birgə, komanda kimi işləyəndə demək ki, qarşılıqlı demək birimizə xeyrimiz dəyəcək, əlbəttə ki. Sağ olun. Sizlə Ağaşen Əzimov idi.